Azərbaycan çempionu Qarabağ bu mövsüm Çempionlar Liqasında play-off mərhələsinə vəsiqə qazanmaq üçün transfer bazarında səssiz, amma hədəfə yönəlmiş addımlar atır. Klub artıq Kongo və Kolumbiyadan olan iki ön xətt oyunçusuyla şəxsi müqavilə şərtlərində razılığa gəlib. Bu transferlərin tamamlanması üçün əsas maneə isə onların hazırki klublarıdır. Ağdam təmsilçisi hər iki forvarda görə ödəyə biləcəyi təzminat məbləğini açıqlayıb. 1,2 və 1,5 milyon avro. Qeyd edək ki, bu məbləğlər Qarabağ üçün böyük bir sərmayə olmaqla yanaşı, Avropanın tanınmış klubları üçün də maraqlı təklifdir. Vacib tarix isə 31 yanvardır. Bugünədək qarşı tərəf cavab verməlidir, razıdır yoxsa yox. Əgər razılıq əldə olunmasa, köhlən atların hücum xətti planlaşdırıldığı kimi güclənməyəcək. Yeni hücumçuların gəlməsi klub üçün yalnız Çempionlar Liqasındakı uğuru deyil, həm də yerli çempionatda üstünlüyü təmin edəcək. Onların əvvəlki performansı və oyun tərzi nəzərə alındıqda Qarabağın hücum potensialı ciddi şəkildə artırılacaq. Əlavə detallar. Hər iki oyunçu artıq şəxsi şərtlərdə razılığa gəlib, yəni maaş və bonuslar məsələsi həll olunub. Ödəmə miqdarı Avropanın bəzi klubları üçün cazibədar olsa da, Azərbaycan klubunun büdcəsi üçün strateji risk sayılır. Yanvarın 31-dən sonra qərar verilməzsə, klub alternativ planlar hazırlamağa başlayacaq. Sizcə, Qarabağ bu transferləri həyata keçirə biləcəkmi? Yeni hücumçuların gəlişi Çempionlar Liqasında uğur qazanmağa kifayət edəcəkmi? Şərhlərdə fikirlərinizi paylaşın və kanala abunə olun.